Allah'ın izniyle demek 18. surede burada bir aye var. Bir neçə ayəni oxuyacağıq, bir neçə ayələr var. Ki burada Allah buyurur ki, bir zaman gənclər mağaraya sığınıb demişdilər: Ey Rəbbimiz, bizə öz dərgahından rəhmət bəxş et və bizə işimizdən çıxış yolu hazırla. Biz onları mağarada illərlə yuxuya verdik. Yani burada önce onu bilmək lazımdır ki, gəlin önce bunu diyeyim ki, Allah Kur'an'da her hansı bir mövzu hakkında danışanda o mövzunu yani artık mövzular artık uzatmaq, yani böyük bir məqalə orada düzəltmək belə bir şeye rast gəlmir. Her şeyin kısaldılmış, məğzi, əsas məğz olan mövzular, əsas olan hansı məna, nəyi başa düşməliyik, nə bizə lazımdır, nə bizə faydalıdır. Allah məhz onlara toxunur və bizə oradan öyüd nəsihət verir. Odur ki, məsəl üçün Yusuf Peyğəmbərin surəsinə baxsaq, İbrahim Peyğəmbər haqqında, Musa, İsa və s. olan Peyğəmbərlər haqqında baxsaq, baxıb görərik ki, Allah bizə lazımı qədər, çox kısa olan bir mövzular, yani bize fayda olacak, bize ibret olacak bir mövzulardan bize ne lazımdı onu bize verir. Yani oradan kenara çıkmır. Biz de buradan neyi götürməliyik? Yani ki biz bunu oxuyanda da biz buradan kifayətlənməliyik Allah'ın bize verdiği məlumatla. Yani o biraz onu daha gözəlləşdirək, biraz daha çok onun hakkında danışaq, biraz daha çok kitablar yazaq, ne bileyim, görsən ki elə açırlar, elə filmlər çəkirlər, kitablar yazırlar ki, bu məsəl üçün Əshab-ı Kəhf barəsində, mağara əhli barəsində, Yusuf Peyğəmbər barəsində və İbrahim, Musa, Davud, Nuh, yəni bütün bu peyğəmbərlər haqqında elə bir mövzular, elə bir kitablar, filmlər çəkirlər, yazırlar ki, vallahi Quran oxuyanda tanınmaz hala gəlirlər. Yəni ki, sən onları Quranda oxuyanda təmiz başqa cür başa düşürsən, başqa cür onlara yanaşırsan, təsvir edirsən. Amma filmlərə, kitabları oxuyanda, filmlərə baxanda təmiz başqa bir, elə bil ki, adamlara rast gəlirsən, təmiz başqa bir mövzuya. Odur ki, biz gəlin kifayətlənək Allahın bizə verdiyi, Allah hikmətlidir, alimdir, hər şeyi biləndir. O bizə daha faydalı nədirsə, bizim üçün fayda olacaq şeylərin hamısını Allah lazımı qədər yazıb bizə yerləşdirib bildirir və bu bizə kifayətdir. İnanın ki, bu bizə kifayətdir. İmanımıza da, ibrətimizə də və hər şeyimizə də. Yani ehtiyac yoxdur uzatıb əlavə nəsə icad eləmək. Ki Allah indi oxuyanda görəcək ki, həqiqətən bunlar o ki əlavələr olur, əlavələri ora soxurlar. Ondan sonra burada nə baş verir? Nə fitnə fəsad, nə ayrılıqlar, firqələr, bölünmələr, belə bir şeylər icad olur, ortaya çıxır. İndi önce bunu buradan oxuyanda ki, bir zaman gənclər mağaraya sığınıb demişdilər ki, ne demiştiler? Ey Rabbimiz, Rabbinə. Ey Rabbimiz, müraciət edirlər, dua edirlər, çağırırlar. Bizə öz dərgahından rəhmət bəxş et və bizə işimizdən çıxış yolu hazırla. Biz onları mağarada illərlə yuxuya verdik. İndi gənclər, buradan ibrət alın. Yani baxın, gənc zamanında həmin adamlar neynədi? Rəbbinə yönəldilər və dua etdilər. Ki Allah'ım bize, Rabbimiz bize yardım et ve kalktılar ayağa. Bir qərara gəldilər, bir fikirləşdilər, düşündülər. Da demədilər ki, yaşlı vaxtında bir vaxt indi gəncik, qoyun yaşayaq gəncliyimizi və yaşlı vaxtında namaz qılarıq, ondan sonra Quran oxuyarıq, bunu eləyərik, onu eləyərik. O gənc yaşında hələ mən o həyatın dadını qoy çıxardım, qoy ləzzətimi alım, qoy gəncliyimi yaşayayım deyənlərin vallahi də, billahi də çox görmüşük həmin oğlanları, çox tanıdığımız adamlar var ki, indi həmin adamların namazını vallahi cənazə namazlarını qıldılar. Gəlib yaşlı vaxtına çatmadan. Odur ki, tələsin. Heç kimə qaranti qoyulmayıb ki, kim nə qədər yaşayacaq. Odur ki, tələsin və dərhal Allahın kitabı kimdə yoxdursa, dərhal geçsin, alsın, oxusun, öyrənsin və düşünməsin ki, bəziləri deyirlər, yazırlar, fikirləşirlər, deyirlər ki, hər kəsən bir cür təfsir eləyir, hər kəsən bir cür bunu açıqlayır.
Qardaşım, sən də al oxu. Yəni ki, bu Quran bütün insanlığa nazil olub. Əgər mən məsəl üçün hər hansı bir mövzunu özümdən bir dərs, bir deyim ki, bir xutbə, bir neysə izah eləmək istəsəm, mən çaşbaş düşərəm ki, niyə? Çünki qabağımda tutam ki, misal üçün, hər hansı bir zalda mı, hardasa səhnədə çıxmışam, elə bir ki, bir neysə izah eləyirəm. Həmin yerdə minlərcə insanlar var. O minlərcə insanların hərəsi bir xasiyyətdə, hərəsi bir evdən gəlib, hərəsi bir psixologiyada, bir kulturada, bir düşüncədə, xasiyyətdə. Odur ki, onların hər birinə hansı xasiyyətinə yanaşım, hansı mövzu ilə yanaşım, hansı podxodla gəlim, onu mən həll eləyə bilmərəm. Amma Allah bütün insanlığa eyni şəkildə, elə bir şəkildə məktub yollayıb bizə, elə bir şəkildə bizə izah eləyir ki, bütün insanlar bunu vallahi başa düşür ki, Allah deyir ki, and olsun ki, biz bu Quranı asanlaşdırdıq. Bir çox yerlərdə deyir ki, and içir ki, Allah, biz bunu asanlaşdırdıq. Və heç lazım deyil sıxılıb, darıxıb, fikirləşmək ki, mən bunu oxusam gərək elə bir səviyyədə oxuyum ki, gəlim ən ali yox, hər bir adamın elm səviyyəsi var. Bunu 15 yaşında oxuyanda bir cür oxuyacaqsan, 20 yaşında başqa cür, 25 yaşında başqa cür. Hətta illər, hətta aylar fərq eləyəcək ki, sən oxuyanda ayları təmiz başqa cür baxacaqsan. Necə ki, bir insan 10 yaşında, 15 yaşında dünyaya, həyata, bitkiyə, heyvana, insana, ailəyə, insanlara və s. şeylərin hamısına fərqli bir bucaqdan baxırdı. Fərqli bir baxışla, fərqli bir elmlə, düşüncə ilə, hisslərlə. 20 yaşında təmiz başqa cür düşünməyə başlayırsan. 25'te təmiz başqa cür, 30'da, 35'də, 40, 45 və s. bu gedir, değişir, değişdikcə değişir. Yəni, sən deyə bilməzsən ki, sən eyni səviyyədə qalmayacaqsan və narahat olma. Sənin Rəbbin diridir. Bizim Rəbbimiz diridir. O bizə nəzarət edir. Allah deyir ki, şax damarından sizə daha yaxınam. Allah bizə şax damarından daha yaxındır. Və o, hər bir adam bu Quranı oxuyanda Allah ona nəzarət eləyir. Ona lazımı qədər öyrədir. Yəni, heç bir insan düşünməsin ki, mən birdən səhv başa düşərsən, narahat olma, dünya dağılmaz. Səhv başa düşərsən, Allah səni zamanla düzəldər. Yetər ki, sən addım at, yetər ki, sən doğru yolu bilmək istə. Və zaman dəyişəcək, zaman düzələcək. Bir sənəti öyrənmək üçün, bir işi görmək üçün heç bir insan birdən-birə usta olmayıb. Yavaş-yavaş, səhv eləyə-eləyə, işləyə-işləyə, zamanla hikmət yığır, elm toplayır, yavaş-yavaş gəlir, axır bir zaman olur, gəlir, axır o ustalaşır, hikmət sahibi olur və öyrənir. İndi bu kitab, elə bir şeylər var ki, sən bu kitabı oxuyub istəyirsən birdən-birə hər şeyə yüklənəsən. Allah da deyir Quranda ki, biz insanın gücü çatdığı qədər insana yükləyirik. Eğer Allah sənə gücü çatmayan bir şeyi, elə bir elm var burada ki, onu sənə yükləsə zamandan öncə, sənə yükləsə, sən onun altından çıxa bilməzsən. Sən o yükü daşıya bilməzsən. Allah bizim yükümüzü balansirovka, yəni özü tənzimləyir. Ki, nə qədər nə, Allah deyir ki, hər şeyi bir nə etdiyi bir qədər qoyduq. Yəni ölçü, qədər ölçü deməkdir. Yəni bir qədər qoyduq, yəni bir ölçü qoyduq. İndi mövzudan uzaqlaşsam da, öncə mən gərək bunları deyim. Zaman qutaracaq, əgər zaman qutarsa ikinci hissəyə də baxın. İkinci hissəyə baxanlar birinci hissəyə qayıtsın, baxsın. Ki, əlaqələndirə bilsin, biraz səbirli olun. Ki, Allahın bir şeyi tapmaq üçün, doğru yolu tapmaq üçün, bir şeyi əldə etmək üçün biraz səbir lazımdır. Allah deyir, səbirli olun. İndi, gənclər, odur ki, baxın, burada bir neçə gənc bir araya gəlir, Rəbbinə dua edir, yalvarır, yaxarır, fitnə fəsadı görür. Quran burada davam edir, deyir ki, onlar görürlər nə? Allahdan başqasına dua etdiklərini, ibadət etdiklərini, qulluq etdiklərini görürlər və sıxılırlar, istəmirlər etsinlər bunu. Və ona görə nə edirlər? Rəblərindən yardım istəyirlər. Deyirlər, bir zaman gənclər mağaraya sığınıb demişdilər, ey Rəbbimiz, bizi öz dərgahından rəhmət bəxş et. Rəhmət bəxş et. Və bizə işimizdə çıxış yolu hazırla.
Biz onları mağarada illərlə yuxuya verdik. Gördünüz? Rəbb, Allah nə etdi? Onları mağarada illərlə yuxuya verdi. Yəni onların dualarına cavab verdi. Yəni onları tərk etmədi. Onları eşitdi. Çünki Allah eşidəndir, biləndir. Qəlbləri də, duaları da, niyyətləri də biləndir. Biz onların xəbərini sənə haqq olaraq söyləyirik. Onlar Rəbbinə inam gətirmiş gənclər idi. Biz deyir o xəbəri, doğru olan, haqq olan xəbəri sənə çatdırırıq. Hansısa bir kitablar, hansısa bir filmlər, hansısa bir rəvayətlər, danışıqlar, mövzular yox. Biz deyir Allah. Biz buradan xəbər veririk bu haqq olan mövzunu. Və nə qədər lazımdır o qədərini. Onlar Rəbbinə inam gətirmiş gənclər idi. Biz də onları hidayətini artırmışdıq. O zaman ürəklərinə qüvvət vermişdik ki, durub demişdilər, Rəbbimiz göylərin, durub demişdilər, Rəbbimiz göylərin və yerin Rəbbidir. Bunu demişdilər. Durub orada sözü qəmu, ərəb dilində. Yəni ayağa qalxmaq demək deyil. Qəmu, yəni imanlarında qalxdılar, düşüncələrində qalxdılar, ayıldılar, sanki yatmışdılar, sanki sönmüşdülər, oturmuşdular, passiv idilər və qalxdılar ayağa. Qalxdılar ayağa ki, və dedilər, Rəbbimiz göylərin və yerin Rəbbidir. Biz ondan başqa heç bir ilaha dua etməyəcəyik. Və bunu dedilər. Yoxsa mənasız bir şey demiş və etmiş olarıq. Görürsünüzmü? Yəni Allah da bunların bu dediklərini, bu imanlarını qiymətləndirdi. Onlar nə peyğəmbər idi? Burada deyilmir ki, onlar Allahın elçiləri, peyğəmbərləri, nəbiləri, rəsulları idi. Xeyr, bir neçə bir gənc idi. Bu qövmümüz ondan başqa ilahlar qəbul etdi. Onlar barəsində açıq bir dəlil gətirməli deyildilərmi? Allaha qarşı yalan uydurub düzəldəndən daha zalim kim ola bilər? Bu çox təhlükəli bir sözdür. Bu çox təhlükəli. Bunu eşidəndən sonra insan gərək ayılsın, düşünsün, fikirləşsin ki, Allah burada deyir ki, Allaha qarşı yalan uydurub düzəldəndən daha zalim kim ola bilər? Yəni heç kim. Kim ola bilər? Allahdan daha Allaha qarşı yalan uydurub düzəldəndən. Yəni Allaha qarşı yalan uydurub düzəltmək nə deməkdir? Allah belə deyir. Allah belə buyurmuşdu. Allah belə demişdi. Allah istəyir. Allah deyir. Bu düşüb insanların 90%'nin ağzına. Bildi bilmədi. Əgər bir insan Allah belə dedi deyəcəksə, mütləq kitabdan deyəcək. Kitabdan kənara çıxarsa, artıq o Allaha qarşı yalan uydurub düzəldən kəslərdəndir və Allah deyir ki, ondan daha zalim kimdir? Kimdir o adamdan daha zalim ki, Allaha qarşı yalan uydurar və deyər ki, Allah belə dedi, belə elədi, belə buyurdu və s. İndi mənim vaxtım bitir. Mən bunu bitirirəm. İkinci hissəni Allahın izni ilə yazacağım. Və arasında yəqin ki bir gün olacaq. Mütləq ki baxın. İkinci hissəyə də baxın.